Qoşulmuşuq, məktəb yoxdur deyə. Sonra normal öz saatınıza qoşulasınız. 22-ci sual. De görüm Ayda. Ben bunu yazamamışım. Müəllim, mən 22-ni yazmamışam. Bizə saniyə. Rəvan deyirsən? Ben de yazamamışım. Nə Ben var? de yazmamışım. Yaza bilən var. Müəllim, mən də yazmamışam bunu. Yaza bilən var bu sualı. Ben orada 48'i 4'e bölmüşüm. Ondan sonrasını gedememişim. Baxın görün, çətin bir sual deyil. Asan bir sual əksinə. Perimetr 48 metr olan. Bax, sənə perimetri 48 verib. A-nı tapmaq istəyirsən. Tərəfini tapmaq istəyirsən. Kvadratın 4 tərəfi bir-birinə bərabərdir. 48-i 4-ə bölsəm hər tərəfinə nə qədər düşür? 12. 12. Düzdürmü? Deməli, hər tərəfin ölçüsü nəyə bərabərdir? Gözdə bir saniyə bu bir qələmlə. 12. Hansısa hər tərəfin ölçüsü 12-yə bərabərdir. Sənə deyir ki, dairənin kvadratın sahəsi dairənin sahəsinə bərabərdir. S bərabərdir kvadratın sahə düsturu nəyə bərabərdir? A kvadratına. 12-nin kvadratı. 12-nin kvadratı aysa 12-nin kvadratı. 12-ni 12-yə vurarım. Neçə edir? 144. 144. Kvadratın sahəsini tapdıq 144. Eyni ilə dairənin də sahəsi nəyə bərabər imiş? S dairə bərabər imiş 144-ə. 144'e. Sənə Diğer deyir ki, beraberdir. dairədəki rənglənmiş hissənin sahəsi kvadratın sahəsinə neçə millimetrin kvadratı qədər azdır? Rənglənmiş hissənin sahəsini soruşur. Rənglənmiş hissə nə qədərdir? 144'ü 4'e böleceğiz. 4. Yox, 4-ə niyə bölürsən? Bəri bax, ümumi neçə dənə şey var, dilim var burada. 8. 8. Ümumi bax 8 dənə dilim var. Neçə dənəsi rənglidir? 4 Bax 8-in 4-ü rənglidir. Yarısı 8-in rəng. yarısı rənglidir. Deməli, dairənin sahəsinin nə qədər rənglidir? Yarısı. Yarısı. 144-ün yarısı neçə eləyəcək? 72. 72 144'ü milimetrin böldü kvadratı. 2, 72. Sənə deyir ki, aralarındakı fərq nə qədərdir? Biri 144'də, o birisi 72'dir. Nə qədər azdır? 144'dən 72'ni çıxarsınız. Geriyə nə qalacaq? 72. A, sağ, 72. 72. 23-cü sual. Düzbucaqlığın eni uzunluğundan 3 dəfə kiçik. Perimetr isə 64 cm-dir. Düzbucaqlığın sahəsini tapın. Bir dənə düzbucaqlı verilib bizə. Bu düzbucaqlıda bax, eni uzunluğu x-lərlə işarə edə bilərəm, a-larla. Deyir ki, eni uzunluğundan 3 dəfə kiçikdir. Yəni, eni a-dırsa uzunluğu nəyə bərabərdir? 3a-ya. 3A. Bax, eni uzunluğundan 3 dəfə kiçikdir. Bax, a 3a-dan 3 dəfə kiçikdir. Perimetr nəyə bərabərdir? 64-ə. Perimetrini tapan zaman burada neçə dənə a var? Yuxarı 3a-dırsa aşağıda 3a-dır. Bura a-dırsa qarşı tərəfi də a-dır. Neçə dənə a var? 4 4. 4 niyə? Hamısını toplayın. 3a, 3a, a. Toplayanda neçə eləyir? 4A. Niyə 4a? Hamısını toplayanda 8A. 8a bərabərdir. A isə o nəyə perimetr verib? 64. 64'e. A-ya bərabərdir. 64-ü 8-ə böldük. Neçə 8. düşür? 8. A-nı tapdıq 8. Enimiz 8-dir. Uzunluqda 3 vurulsun 8 neçə edir? 24. 24. Solumuzda 24-dür. Sənə deyir sahəni tap. S nəyə bərabərdir düsturumuzda? A vurulsun B. A isə düzbucaqlığın sahə düsturu. S bərabərdir AB-yə. Yəni 24 vurulsun 8. 24-ü 8-ə vuranda neçə edir? 192. 192. Cavab da olur A variantı. 24-ü aydan bir görüm. Perimetrləri cəmi 180 sm olan 5 eyni kvadratı yan-yana qoyaraq düzbucaqlı düzəltdilər. Alınan düzbucaqlının sahəsini tapın. Hı. Mənim Hadi 5 dənə eyni 3 dənəsini yan yana qoyub. 5 dənəsini yan yana qoyandan sonra 180 olur. Yəni düzbucaqlının 185'e böleceğiz. Kvadratdır. Bu kvadratlar bir-birinə bərabərdir. 5 dənəsini yan yana qoyanda 180 olur. 5 dənə eyni kvadratı yan yana qoyub 180 almışamsa, bir dənəsi nəyə bərabərdir? 180 180-i mənim 5-ə bölürük. Aysa 180-i 5-ə bölüb aydan neçə alarsan? 36. Aysa 36 aldığın perimetr kimi düşündü. Perimetrdir. Amma nəyin perimetridir? Altına 1 yazıram. Yəni bir dənə kvadratın perimetridir. P1 bərabərdir nəyə? 36-ya. Bir dənə kvadratın perimetri 36-dır. Səndən deyir ki, birinci sahəni tapmamışdan qabaq tərəfi tapmalısan. Kvadratın neçə dənə tərəfi var?
4. 36-nı 4-ə bölürük. Aysa kvadratın bir tərəfini tapmaq üçün 36-nı 4-ə bölərsən 9. 9. Kvadratın alınan düzbucaqlının sahəsini istəyir səndən. Sahəm nəyə bərabər olur? A düzbucaqlının A vuraq B. A nədir, B nədir? A 9'dur. A 9-dur. Aha, B nədir? Bax, elə bil ki, bu düzbucaq sol tərəfdəkinin üstünə göstərirəm. Elə bil ki, bunun içində 5 dənə eyni belə kvadrat var. 3, 4, 5. 5 dənə kvadrat var. İndi burada şəkil ayrı olduğu üçün tam olmur. A-nı tapmışsan 9. Yan tərəfin adı 9-dur. Aşağıda neçə dənə A var? 1, 2, 3, 4, 5. 5 dənə A. 5 dəfə 9-un neçə eləyir? 45. 5'i de 9 olar 45. Nədir? Düzbucaqlının sahəsini tap. S bərabərdir A vurulsun B. N'in nədir? 45 vuraq 9. A isə uzunluğu nədir? 45. 45 vurulsun 9 nəyə bərabərdir? 405-ə. 5'e. 5. Ay, sağ ol. Baxın bir saniyə. Axır qoşulanlar kimlər var? Ümid, bir də görün balam. 25-ci sual. Perimetri 64 santimetr olan düzbucağının sahəsi 25 santimetr olan kvadratı mən qırağı görsənmir. Kəsib götürdülər. Aha, Yerdə kəsib bu qalan hissəni, mavi hissəni kəsib atıblar bir qırağa. Mənim 64-dən 25 çıxarıq. Belə fikirləş də, 64-dən 24 çıxma, çünki niyə çıxma haqqın yoxdur? 64 sənə perimetr verir, digəri sahə. Biz elə şey ola bilər ki, perimetrdən sahəni çıxaq. Yox. Aynen. Ona görə, bax, birinci gəl tərəfi tap. Buranın sahəsi 25-dirsə, sahə düsturum nədir? A kvadratı. Nəyin kvadratı 25 verir? 5. Mən 5-in. Aysa. Deməli, bu düzbucaqlının tərəfləri nəyə bərabər imiş? Hər tərəfi 5-ə Mən bərabər imiş. Aysa. Hər tərəfi 5-dir. Bunu tapdıq. Perimetri 64 olan düzbucaqlı. Sənə deyir, yerdə qalan düzbucaqlının uzunluğunu tap. İndi bax, bura 5-dir, düzdürmü? Qarşı Bəli. tərəfi də 5-dir. Perimetr nə deməkdir? 4 tərəfin cəmi deməkdir. Bəli. İndi 4 tərəfin cəmini necə taparam buradan? Deyin görüm. Həmin o Mən 4 tərəf nədir? Perimetri mənim düsturu Məndən 2 vuraq x istəyir. A üstə gələk B. Bu 2 vuraq A üstə gəl B ilə də gedə bilərsən. İstəsən normal toplaya da bilərsən. Gəl onunla gedək, yaxşı. P bərabərdir. 2 vurulsun, A üstə gəlinsin B. Düzdürmü? 2-ni Bəli. saxlayıram öz yerində. 2 vurulsun. A nədir? 5. 5. 5. Üstə gəl. B də bərabər. B nədir? Bax, uzunluq hissəsində. X. Burada bir x var. Bax, x aşağı tərəfdən bax, yuxarıdan görmək çətin gəlsə sizə. X var, bir də 5 var. Nəyə bərabərdir? Yəni x üstə gəl 5-ə bərabərdir. Düzdürmü? Bərabərdir. Bəli. Perimetr neçə verib? 64. 64. İndi 5 64 5 üstə 5 bölərik. bunda neçə eləyir? 10. Üstə 12. gəlsin x. Bərabərdir. Heç vurub atmağa ehtiyac yoxdur. 64-ü 64-ü qarşıdakı 2-yə bölərik. bölürük. 32. X də bərabərdir nəyə? 10-un üstünə nə gəlsə 22. 32 eləyər. 22. 10 da 2 tərəfə 22. çıxma ilə gedir. 32-dən 10 çıxırıq 22. Cavab oldu C variantı. Burada ən böyük eləyəcəyiniz səhv bilirsən nədir? 2 vurulsun 5 üstə gəlinsin x yazarsınız. Elə bir şey yoxdur. Çünki mənə götürüb bax kəsib atmamışdan qabaqcın deyir sənə. Yəni burada 5 var. Bu 5-i də nəzərə almalıyıq. X üstə gəl 5 kimi görməliyik buranı. Buradan qarantı qalan bir şey olmadı. Aynen. 26-nı rəvanda görüm. Düzbucaqlının sahəsi 144 metr, eni isə 6 santimetrdir. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın sahəsini tapın. Mənim sahəsi 144 metrdirsə, sahəmizin düsturu da A vurulsun B'dir. Yəni eyni uzunluğa vururuq. Mənim Aha. 6-nı 144-ü 6-ya bölərik ki, mənim o biri uzunluğu tapaq. Sənə deyir ki, S bərabərdir 144. S bərabərdir 144. Eni verib məsələn A-nı. Eni A ilə işarə edir. A bərabərdir 6-ya. Sən bilirsən ki, sahə düsturu düzbucaqlıda nəyə bərabərdir? S bərabərdir A A vurulsun B-yə. A isə A vurulsun B. A var, S var. B-ni taparsan. B nəyə bərabərdir? 144-ü bölərsən 6-ya. 24. A isə B-ni taparsan 24. Enin 6-da uzunluğun 24-dür. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın sahəsini tap. Bax deyir ki, perimetri bu düzbucaqlının perimetrinə bərabər. Gəl bir 60. kvadratın perimetrini tapaq. Düzbucaqlının perimetri nəyə bərabərdir? 60.
Bax, P-D yazıram burada. Nəyə bərabərdir? Toplayıb 2-yə vurursan. 6 ilə 24-ü toplayırsan 30, 2-yə də vuranda 60. Deyir, yəni kvadratın perimetrdə bu. Yəni PK da bərabərdir nəyə? 60-a. Sənə deyir, bu kvadratın perimetri 60-dırsa sahəsini tap. Mənim Kvadratın 60 4 dənə tərəfi var. Aha. 60-ı 4-ə Ay bölərik. sağ ol. A bərabərdir. 4 tərəfi varsa 60-ı 4-ə bölərəm. Neçə düşər? 15. 15. 15. Sahə düsturum nəyə bərabərdir? S bərabərdir kvadratda nəyə? A kvadratı. A'nın kvadratı. 15-in də kvadratı neçə eləyir? 225. A. 220. Aydın oldu hamıya. Bəli. 27-ci sualı Aynur de görüm. Mən deyir ki, Bunları burada yaza bilmədim. kvadratın tərəfini 4 dəfə artırsa sahəsi necə dəyişir? Bizdə bu kvadratın sahə düsturu A'nın kvadratıdır. Hı. 4-ün də kvadratı 16 eləyir. 16 eləyir. Mən burada D variantı tapmışam. 16 dəfə azalır. Yox, tərəfi artıranda sahə niyə azalsın ki? Mən deyim, De görüm Ümid. mənim A variantı 16. Başqa variant demək istəyən var? Məncə daha variant. Bir dənə uşaqlar üzr Mən B istəyirəm. yazmışam. Saniyə gəlirəm. Üzr sayın. Aha, davam edir. Və bizə deyir ki, kvadratın tərəfini 4 dəfə artırır. Sahə necə dəyişər? Uşaqlar, sizcə sahə necə dəyişir? A'nın kvadratı olduğu üçün mən S bərabərdir. Azəbə S bərabərdir nəyə? A kvadratıdır. A Bu kvadrat. məxrəcdə olsa tərs mütənasib asılı olar. Bu normal qarşı-qarşıya dayanır. Bu artırsa, bu da artır. Yəni belə düşünün də, bir dənə ev alırsınız. Evin tərəfi artır. Məsələn, deyirsən ki, zalın divarını biraz artırıram. Məsəl üçün Mənim düşün. sahə də Sahə də artır və evin ümumi sahəsi də artmış olmur. bəli. Məsələn, bir dənə ev tikirsən, deyirsən ki, buradan bir dənə hörgü artırıram, bir dənə də biraz artırıram. Bu otağın uzunluğu, ümumi evin də sahəsi artmış olur da. Təkcə otaq artmış, ev azalmış olmur ki, elə bir şey yoxdur. Düz mütənasib asıldır. A-nı 4 dəfə artırıbsa 4-ün kvadratı necə edir? 16. Deməli, sahə nə qədər artacaq? 16 dəfə artacaq. 28-i deyin görüm. Kim Mən yazdı yazdım. 28-i? Mən 28-i başa düşməmişim. Deyək, burada bir dənə bizə nə verib? Kölgə verib burada. Bu kölgəni davam elətdirərik. Kölgə boşuna verilməyib. Bu kölgəni davam elətdir. Bax, xətti də bu. Bu formada verib. Davam elə, digərlərinə də bax. Eyni xətti davam elətdir. Mən toplayıram alacaqda 64. Yazılmamışam mən onu. Tam belə şey olmadı. Düzgün bir şəkil kimi görsənmir. İndi mənə baxın, bunlar nədir? Radiuslardır, düzdürmü? Buradan bura qədər olan məsafə. Bax, buradan bura qədər olan məsafə radiusdur. Buradan bura qədər olan məsafə radiusdur. Bu nöqtədən aşağıya qədər olan məsafə radiusdur. Buradan da bura. Ümumi 4 dənə radiusum var. Bunları qeyd edirik hələ ki üstündə. Mənim Dairə o 4 dənə radiusun cəmi 156 eləyir. neçə eləyir? 156. Mən 256. 8. 256 nə edirsən? 64-ü 4-ə vurursan. Bəli. Gəl baxım, deyim düz edirsən, yoxsa yox. Ümumi bax. Elə düşünmə, yox. 64-ü 4-ə vurmaq kimi düşünmə bunu. Bizə deyir ki, kvadratın perimetrini hesabla. Ümumi bax, burada bir dənə xətt. Xəttlərin hasili kimi gedərsən. Bu xəttin üzərində, bax, bu xəttin üzərində neçə dənə yer var? Mən 2 dənə. Aysa, 2 yer vurulsun. Digər xəttin üzərində nə qədər yer var? 1, 2, 2 dənə. 2 yer vurulsun, 2 yer, aysa. Bölünsün, ümumi dedik, düsturda necə idi? Alınan cavabı 2-yə bölürdün. Üstə gəlinsin. Buranın sahəsini sən nə qədər verib? 64. 64. Neçə dənədir? Mən Üstünə bir dənə, gəlib. Rəklənmiş isə burada da olsa, burada da olsa, burada da neçə dənə rəklənmiş? Bir dənədir də. mən 4 dənə. Ümumi Hədə bir hissə nə gəlir. qədərdir? Mən necə? Ümumi hissələriniz də var, rəhli formada keçsə, bu hissələrin 4 dənə. var, 4 dənə. Mən 4 dənə. Dördə bərabərdir. İndi baxın,
Yuxarıdakı 2 ilə aşağıdakı 2 4. gedir. Vurmalardır. Rahat ixtisarıma apararam. Geriyə nə qalır? Mənim 2 radius. 2. Mənim 2 R və 64 vur 4. Mənim 2 qalır. Gəlsin. 64-ü 4-ə vuranda neçə eləyir? 256. 256. Bu forma ilə geçsək görüm uzun olma yoxsa yox. Bu da ki biraz uzun uzadı gedəcək kimi gəlir mənə. Bunu uzatmayaq. Bu düstur sizə yad gələcək. Bu abituriyent səviyyəsində rahat bunlarla apara bilərlər. Gəlin sizə asan yolunu öyrədəcəm. Buradan əlaqələndirici düsturu siz tutanmayasınız. Bax belə düşünün bu sualı. Gözlə bircə saniyə. Bu formada bir çevrə verilib bizə, dairə verilib. Bizə deyir ki, rənglənmiş hissəsi 64-dür. Kvadratın perimetrini tapın. Ümumi bax, rənglənmiş hissə neçədə nədir? Yəni bax, Mən bir bir də ayıra bilərəm. Bax, bir yaxşı kimi ayırsaq. Bu hissəni, bu hissəni neçədən nə çıxır ortaya? 4 Dörd. dənə. Ay sal. 64-ü 4-ə vuranda neçə eləyir? 256. 256. Deyirik S dairə bərabərdir. 64-ü 4-ə vurursunuz, eləyir 256. 256. Sonra buradan bax, 256-nı A-nı tapmaq istəyirsən. Nəyin kvadratı 256-dır? Sahədə axı bu A-nın kvadratı kimi. Bu da özü bir kvadrat yaratmayıb burada. Bir kvadrat yaradıb. S 256-dırsa, düsturu nəyə bərabərdir? A-nın kvadratına. A-nın kvadratı 256-dır. A-nı tapınca A-nın bərabərdir. Bax, kvadrat Mənim 256 çıxa bilər. 18-də. A da bərabərdir. Nəyə vursam 256 aram? Nəyin kvadratı? 18. 256 18 yox. 8. 18 yox. 16-nın. Hı. 16-nın kvadratı 256 edir. Sənə də deyir ki, bunun tərəfinin birini tapmısan 16. Perimetr nəyə bərabərdir? Neçədən tərəf var? 4. 4 dənə. Bax, 16 dörd vaxtda. tərəfində 4 dənə tərəf var. Perimetrini tapmaq üçün nə edirsən? Tərəfinin birinin sayını toplayırsan. 16-dan 16-nı vurarım. burada vurarsan. Neçə eləyir? 64. 64. Bax, sahələri bir-birinə bərabər baxlar. Rəngli hissədən dedin ki 4 dənə rəngli hissə olur deyə 64-ü 4-ə vurdun, elədi 256. Dairənin sahəsi 256-sa deyir axı sahələri bir-birinə bərabərdir. Deməli kvadratın sahəsi də 256-dır. Sahə düsturu nəyə bərabərdir? A kvadratına. Nəyin kvadratı 256 edir? 16-nın. Deməli tərəfim nə imiş? 16 imiş. Perimetri tapmaq üçün kvadratın bir tərəfini 4-ə vururuq. 16-nı 4-ə vuranda edir 64. Aydın oldu? Tamam. 24 Bəli. deyin görüm. A-larla işarələyin hər tərəfi. Bax, kvadratdır. Bərabəri tərəfli üçbucaqlı kvadratdır. Kvadratdırsa kvadratın 4 tərəfi də bildik ki, A ilə işarə olunur. Düzdürmü? 4 tərəfi bərabər olan fiqura kvadrat deyilir. Bax, bərabər tərəfli üçbucaqdır. Üçbucağın aşağı tərəfi isə A veribsə, bərabər tərəflidir. Buralar da A olmalıdır. Düzdür? Kvadratda neçədən? Bəli. Kvadratda neçədən A var? Mənim 4 dənə. Kvadratda Altı dənə. neçədən A var? Kvadratda. 4 dənə. Az Dörd. kvadrata bax 1, 2, 3, 4. Bu kvadratda neçədən A-sı var? Dörd. 4. Mən 4 Üçbucaqda neçədən A var? 2 A. 2 A. 3 dənə. Üçbucaqda neçə? Üç Üçbucaqda dənə, 3 dənə üç dənə. tərəfi var. Hər tərəfi A-sı 3A. Sənə deyir ki, üçbucağın perimetri, yəni 3 dənə A-sı, 3 tərəfin cəmi. Kvadratın perimetrindən, yəni 4A-dan 12 sm kiçikdir. Belə düşünün də, bax, məsələn, Rəvan, sənəki fiqur üçbucaqdır, məndəki kvadratdır. Sənə deyim ki, sənin üçbucağın mənim kvadratımdan 12 sm kiçikdir. Mənimkindən səninkin çıxsaq, mənim fiqurumdan səninkin çıxsaq, 12 qalar geriyə. Bəli. Və yaş kimi Bəli. düşünün. Məsələn, həmişə yaş məsələsi kimi düşünün. Məsələn, desəm ki, mən Rəvandan məsəl üçün 10 yaş böyüyəmsə, mənim yaşımdan Rəvanın yaşını çıxsam, geriyə 10 qalar. Bəli. Aysa. Ona Bəli. görə kvadratın perimetri 4A çıxılsın 3A. Bərabər olur nəyə? 1 A. 1 aya. 12, 12 santimetr arada fərq var. 12'ye. 4A'dan 3 artıq ay salırım. Qalır bir dənə A. Bərabərdir nəyə? A 12. qalır. A-nı tapdım 12. Sənə deyir ki, alınan fiqurun perimetri. Fiqurun perimetri zamanı uşaqlar ortadakı xətt nəzərə alınmır. Kənarlar götürülür. 1, 2, 3, 4, 5. Neçədən A var? 5 dənə. 5 A. Beş. Bir perimetr, yəni 5 A nəyə bərabərdir? A-nın qiymətini tapırsan 12. 5 vurulsun 12 neçə olacaq? 60. 60. Yetin də cavabı nə olacaq? 12 bərabər 60. 30-cu sualı kim demək istəyir?
Mən yazmamışam. Daha perimetr. Perimetrin cəmi 90 santimetrdir. Bax, bərabər tərəfli üçbucaq verilib. Bir dənə də kvadrat. Kvadratın yenə qaydasından istifadə edərəm. Deyirəm 4 tərəfi A-ya bərabərdir. Burada A-dır, burada digər tərəfdə bax 4 tərəfi A-dır. Üçbucaq da bərabər tərəflidir. Yəni bura A-dırsa digərləri də A-dır. Bayaqki kimi eyni qaydada yazaram. Buralara da A-nı düzərik. İndi mənə baxın, deyir ki, üçbucaqların perimetrləri cəmi. Üçbucağın perimetri. Bu üçbucağın perimetri nədir? Bu üçbucaqda neçə dənə A var? 3 dənə A Mənfi var. A isə bu üçbucaqda 3 3 A bərabər. Deyir perimetrləri cəmi. Digər üçbucaqda neçə dənə A var? Mənfi 3 də 3 A, A isə 9 A. bunların cəmi 6 3A A. üstə gəl 3A bərabərdir nəyə? 90-a. 6 A'ya. 90. A isə 3A 3A toplayanda eləyir 6A. 6A 6 bərabərdir da bərabər 90-a. 90. A nəyə bərabərdir? 90-ı 6-ya böləcəm. Neçə düşəcək? 9-un içində 6 bir dəfə, 30-un içində 6 5 dəfə. A isə 15 dəfə. 15. A-nı tapdın 15. Sədr kvadratın sahəsini tap. Kvadratın tərəfi A-dır. A-nı A-nı gətir tapırsan 15. 15. Sahə nədir? S bərabərdir A kvadratı. 15 kvadratı 225. yüksəldəsiniz. A S al 15'i 15 Mən 15 225. Qaranlıq qalan nəsə oldu? Xeyr, müəllim. Xeyr. 31-ci sualı bayaq ki, bir dənə sual işləmişdik. Yan tərəfdən kəsib atırdı. Eyni sualdır. Nuray izah elə görüm. Mənim eyni sualdır. Oxşar sualdır. Yəni başda demək olar ki, eyni sualdır. Mən deyim. Sadəcə bayaq sahə ilə vermişdi, indi perimetrlə verib. Mən deyim. Bu görüm Nuray nə deyəcək, ondan sonra sən deyərsən. Yaxşı, müəllim. Perimetri 60 santimetr olan düzbucaqlının perimetri 24 santimetr olarsa kvadratı kəsib götürdülər. Hı. Ümumi Almış perimetri yeni- 60 idi Nuray. 24 santimetrlik bir Hesablayın. perimetri kəsib atdılar. Aha. Mənim 60-dan 24-ün çıxmır. Çıxma. Perimetrləri bayaq dedim sizə. Çıxmağa tələsməyin. Elə bir şey eləməyin. Perimetrlər arasında əlaqə düsturu ala bilərsən. Burada bir kvadrat var. Kvadratın düsturu perimetr düsturu nəyə bərabərdir Nuray? 4 aya. Ay sağ ol. Da- Kim dedirsə, aydan sən dedin onu deyən. 24'ü də Bax 4 da Dördə bərabərdir 24-ə. Aysa tərəfin birini tapmaq üçün 24-ü 4-ə bölərsən. Deməli bu kəsib atdıqları kvadratın hər tərəfi 6-ya bərabər imiş. Düzbucaqlının qarşı tərəfləri bərabərdir. Bura 6-dırsa, bura da 6-dır. Buralarda bilmirsən, A ilə ya da X ilə işarə ilə fərqi yoxdur. Sənə deyir düzbucaqlının perimetrini tap. Perimetr nədir? Bir Perimetr- bərabərliyi yenə yazırıq düsturu. 2 vurulsun, plus B. Düzdürmü? 2 vurulsun qalır öz yerində. 2 vurulsun. A-nın yerində nə dayanıb? 6. 6. A sağ. Üstə gəl. B-nin yerinə nə dayanıb? Bayaqki kimi baxırıq. A üstə gəl. 6 A. A üstə A, gəl. A üstə gəl. A kimi yox, vurmursan, toplayırsan. A üstə gəl al. Bərabərdir nəyə? 60-a. 60-a. 6 burada, 6 burada. Toplayanda neçə eləyir? Yuxarıdan yazacağım. 12. 12. Üstə gəlinsin. A bərabər. 62-yə bölündə neçə düşür? 30. 30. 30. A da bərabərdir nəyə? 18. 2-dən çıxaraq bu tərəfə mənfi ilə gedir. 30-dan 12 çıxanda 18. A-nı 18 tapın. Sənə deyir yeni düzbucaqlının perimetrini tap. 18-i burada yerinə yazsam. 18 üstə gəl 6-nı. Bir dəqiqə. 48. Alınmış deyir. Artıq 6 ilə işim yox. A-nı kəsib atıblar. Alınmışı soruşur səndən. Bura 18-i, bura 6-dır. Perimetrin düsturu nə olacaq? Toplayıb 2-yə vuracaq. 2 vuraq 6 6-ını düz B. toplayırsan 24. 24 vurursan 48. 48. Alınmış istirdiyi artıq bu 6 nəzərə alınmır. Kəsildi, atıldı. 32. Məftil parçasından tərəfi 12 sm olan bərabər tərəfli üçbucaq. Tərəfi 12 sm olan bərabər tərəfli üçbucaq. Sonra ondan kvadrat düzəltdilər. Alınmış kvadratın sahəsini tap. Bax, birinci deyərsən ki, bərabər tərəfli üçbucaq düzəltdilər. Bax, üçbucağın belə gedə bilərsən. Tərəfi 12-dir. Düzdürmü? Üçbucağın neçə tərəfi var? Deyir, bərabər tərəfli olsun. Üçbucağın neçə tərəfi var? 3 dənə tərəfi var. Deməli, bu üçbucağın P altına Ü yazıram. Perimetr nəyə bərabərdir? 12-ni 3-ə vuraram. 36.
Deməli bu kvadrata da bərabərdir. Yəni eyni məftil, ayrı bir calaq eləməmişəm ya da məftildən kəsib atmamışam. Eyni məftildir. Həm də kvadratın perimetri nəyə bərabər olacaq? 36. Aysel eyni şeydir. Bax, ya kvadrata calaq eləməyib, əlavə bir məftil gətirməyib, ya da kəsib atmayıb. Eyni olaraq saxlayıb. Deməli, kvadratın perimetri də 36 olacaq. Buradan kvadratın perimetri 36-dırsa, tərəfi nəyə bərabərdir? 9'a. Aysel kvadratın 6. 4 tərəfi var. 36-nı 4-ə bölərəm. Düşər 9. Sərdir kvadratın sahəsini tap. S nəyə bərabərdir? 81. Var o 36'ya. A kvadratı. Yəni 9-un kvadratı neçə edir? 81. 81. Cavab 81. variant. 33-cü sual. 32 kiməsə qaranlıq qalmadı uşaqlar. Tamam. Xeyr. 33. Kim demək istəyir? Dəqiqən baxayım. Suala diqqətlə baxın. Mənim orada birin eni 10'dursa o birisinin de eni 10 olacaq da deyirik ki uzunluqlar bərabərdir. Yox, 2 dənə düzbucaqlıdan gedir söhbət. Tamam, Birinin tamam. enin 10 verib, birinin enin 5 verib. Sənin Mən 2 dənə düzbucaqlı var. Gəl şəkil çəkin, bəlkə ondan sonra gözünüzdə formalaşar. Bax, Mən fikir olmayan da həmişə canlandırmaq çətin olur. 2 dənə düzbucaqlı verib, ayrı-ayrı düzbucaqlılardır. Birinin enin verib sənə 10, en nədir bu hissədir. Birininki də enin verib 5. Uzunluqları bir-birinə bərabərdir. Yəni bura A-dırsa, bunun da uzunluğu A-dır. Burada A-dır. Birinci düzbucaqlının sahəsi ikincisinin sahəsindən S1, ikincisinin sahəsindən 100 sm çoxdur. S1, birinci S1 kimi düşünün. Bunun ortasına S1 yazıram. Bu da S2'dir. Bilin ki, nömrələndirmişik bunu. Birinci ikincidən 100 sm böyükdür. Yəni S2 üstə gəlməsi 100-ə bərabərdir. Bu formada yazırıq. İkinci düzbucaqlının sahəsini tap. S2 nəyə bərabərdir? Verilən budur, istənilən də budur. Birinci sahəni tapaq. Məntiqlə fikirləşin. Sahə nəyə bərabərdir? AB-yə. A A var. A vurulsun B. Öğretmenin sahəsi Yuxarıdakı AB. sahəsi nədir? 10 vurulsun A. Düzdürmü? 10 vurulsun A. Bərabər. A. Bu nədir? 5 vurulsun A. 5A. Üstə gələnsin 100-də qalır öz yerində. Aparıb yerinə yazdıq. 5A gəlir bu tərəfə çıxmaydı. 10 A'dan 5A çıxanda nə qalır? 5A. 5A. Bərabərdir. 100 də qalıb bu tərəfdə 100-ə. A nə bərabərdir? 100-ü bölürük 5-ə neçə 20. düşür? 20-yə. 20-ni tapdıq. 100 bölünsün 5, 20. İkinci düzbucaqlının sahəsini istəyir. Apar yaz yerinə də ikincidən istəyirsən. Burada A-nı götürsən yerinə 20 yazırsan. S nəyə bərabərdir? 100. 20 100'e beraberdi. Nasıl? S 20 bərabər A vurulsun 5. vurulsun 5. 20 vurulsun 5 nəyə bərabərdir? 100-ə. 100'e. Aysa. İkincini də istəsə aparıb buradan birincini istəmiş olsaydı burada 20 qoyardım. Diğerini 20 vurulsun 200'ə bərabərdir. İkincini istəyir deyə 100'ü götürdük. 34'ü deyin görüm. Neçə sual var burada? Burada nə qədər sual var uşaqlar? Çox olmalıdır sual sayısı. Burada var 85 oldu mənim. 80 tane var. 85 dənə. 85. Hem Bazardığımız, satdığımız qədər yazıq, heç nə olmaz. Şəkil bərabər kvadratlardan ibarətdir. Rənglənmiş hissənin sahəsi rənglənməmiş hissənin sahəsindən 3 sm azdır. Müəllimə, ABC yəni söz- perimetrini istəyir. Mənim De bala. burada rənglənmiş hissə 3'dür, rənglənməmiş hissə 6'dır. Yəni deyir 3 santimetr azdır deyir. Deyirəm kvadratın perimetrini Bax, indi bir şey hesablayın. deyim. Sən hardan bilirsən ki 3-ün 6-dır? Bəlkə aralarındakı fərq 3-sə, bəlkə 9-un 6-dır. Bəlkə 5-lə 8-dir. Ya da 4-lə 7-dir. Mən kvadrata bax dedim ona görə. Ben Kvadrat düz dili yer verin. kvadratlara böldüm. Deyir 1, 2, 3, 1, 2, 3. Sayına görə deyirsən, kvadratların sayına görə. Bax. Deyirsən ki 6 dənə ağ varsa 6 dənə ağ var, 3 dənə rəngli var. Hı. Sən deyir ki kvadratın perimetrini ABC'dir. Ümumi kvadratın perimetri nəyə bərabərdir? Nəyə bərabərdir? Mən sadəcə o içini tapa bildim. Bildin
Düzdürmü? Bax orada bax 6 dənə ağ var, 3 dənə rəngli var. Düzdürmü? Hə. Sənə deyir ki, bax belə yaxşı düşünə bilərsən, qəşəng oldu. Gəl oradan asan yolu ilə aparım sizi. 3 dənə Mən rəngli var. 34 1, 12. 2, 3. Rəngli nədir? 3. Ağ nədir? A ilə işarə edirəm. Buraya A. Rəngli 6. ağda 6-dır. Sənə deyir ki, rənglənməmişsə, yəni ağ, rənglənmişsə, rənglənmişsə, rəngli ağdan 3 sm azdır. Rəngli ağdan 3 sm azdır. Bu sənə şəklə görə vermir, ha, ümumi qaydaya görə verir. Bu buradan 3 sm azdır. Deməli, digərinin üstünə əlavə olaraq nə gəlməliyəm? Mən Əlavə 3 3. gəlməliyəm də. Ay, sağ ol. Buraya eləyəcək 9, digərdə eləyəcək 3. Toplayanda nəyə bərabərdir? 12. 12-yə. 2. Mən elə tapdım 950. Mən də 35-i deyin görün. P-ni verib 64. A-nı tapmaq istəyərsən kvadratın perimetri 64 o yıxılmışdım. Perimetri 64 isə A-sı nəyə bərabərdir? 64-ü 4-ə bölərik. Neçə düşər? 16. Deməli, bu tərəf nəyə bərabərdir? 16-ya bərabərdir. 16. Rənglənmiş üçbucaqlının sahələri cəmini tap. Bu rənglərin cəmini istəyirsən, sahələri cəmini. Mən Mənim 64. bir dənə söz deyə bilərəm. Hı. Sən birinci ümumi bu kvadratın sahəsini orada- tap. Hə. A-dan D-yə gedən xəttə mənim 16 sm yazdığımız xəttə mənim üçbucağı, iki üçbucaq daşıyır aşağını mənim. Elə baxma, E, yo, bir- elə getmə. Bayaq ki, çevrədəki kimi get. 2 üçbucaq getsən, sənin sayıları qarışdıracaq. Bayaq çevrədə neynədim? Ümumi sahəni tapdım, sonra baxdım rəngini nə qədər istəsə də ona görə tapmışdım. Ümumi sahə nəyə bərabərdir? A kvadratı. 16-ın kvadratı neçə eləyir? 256. İndi baxın, neçə dənə dilim üçbucaq var burada? 4. Neçə dənə dilim üçbucaq var? Rəngli ağ Səkkiz. hamısını sayın. 8 dənə. Neçə dənəsə rəngli? 8. 4'ü yəni yarısı. Bax 8 dənə üçbucaq var, 4 dənəsi rənglidir. 8-in yarısı rənglənib. Deməli sahədə nə edəcək? Yarıya bölünür. 256-nın 256-da yarısı neçə eləyəcək? 128. 128. Yəni ümumi rənglərin 128. bütöv rənglər nəyə bərabər oldu? 128-ə. 36-ını deyin görün. Bana değil 100. Sənə deyir ki, Fuad Yox, eyni bayaq cüzüklərdən söylədim. sahəsi eyni olan fotoşəkilli sahə düzəltdi. Kvadrat şəkilli sahə düzəltdi. Ha, fotoşəkil. Mən Mən niyə işarəliyəm. fotoşəkil budur? A'la işarələyərik. Bax, buranı sənə verib. Kvadrat. Bizim 7-dən dərslərdəyəm. Hər şeyi qəribə oxuyuram. Bax, bu kvadratın sahəsi 64-dür. Demək, tərəfi bir tərəfi... Bax, bura A-dır. Bura A-dır. Bax. Bura A-dır, bayaqki kimi. Hər tərəfi A-ları verərsiniz. Düzdürmü? Sənə deyir ki, kvadratın sahəsi 64-dür. Sahə düsturu A kvadratıdır. A-nın kvadratı 64-dür. A nəyə bərabərdir? A 8-ə bərabərdir. Sənə bu ümumi perimetri soruşur. Orta xəttlər yenə deyirəm, nəzərə alınmır. Kənarda neçə dənə A var? 1, 2, 3, 4, 5 dənə. 5 dənə. Ümumi fiqurda 5 A var. Ortadakı A qətiyyən nəzərə alınmır. 5 vurulsun 8 neçə edir? 8-ə vurarıq 40. Ay, sağ olun. 37. Uzunluqları nisbəti. Nisbət görən kimi onsuz da Mənim- bir yanına gedib K-nı yazmalıyıq. 3K, 4K, Yəni 6K, 8K. Ben değil. Bərabərdir 42. Mənim 3K üstə gələrdik 4K. Aha, 3K, 4K, 6K, 8K. Hamısını toplayanda neçə eləyir? Toplayıb bərabər eləyəcəm 42-yə. 21K. Ay, sağ ol. Hamısını toplayanda eləyir 21K, K da bərabərdir bərabər 42. 42-nin də K da bərabərdir 2-yə. 42-ni də böl 21 o 42-ni deyir 21-ə 2. bölürük, düşür 2-ni 2. Bunu tapdıq. 3'ə vurarıq. Sənə deyir ki, 4 bucaqlının tərəflərini sonra tap. dörd. K-ları apar bir-bir yerinə qoy. 3 vurulsun 2, 6. 4 vurulsun 2, 8. 12. Bu da eləyəcək 16. Cavabda olacaq hansı variant? C. 38 qəşəng maraqlı sual. Kvadratın tərəfi 10 sm-dir. Perimetri bu kvadratın perimetrinə bərabərdir. Sənə deyir perimetr bərabərdir. Sahənin Yəni hələ ki perimetri- bildirək.
Buranın perimetri nədir? 4A, düzdürmü? 4. 40. Buranın perimetri 40-sa buranınkini də 40 verib. Buranın perimetri düstur nəyə bərabərdir? 2 vurulsun A üstə gəlsin B. Buranı verib 40. Düzbucaqlının, indi bunu saxlayaq hələ ki. Düzbucaqlının eni uzunluğundan 6 sm kiçikdir. Bu niyə belə eləyir? Gah yaxınlaşır, gah uzaqlaşır. Yəni enin sənə A versə, uzunluq bundan 6 sm böyükdür. A üstə A gələn çıxır. 6. Çıxır yox. Bax, Hə. biri digərindən kiçiksə, əksinə baxırsan. A üstə gəl 6 kimi baxırsan. Sənin pulun mənim pulumdan 6 manat azsa, mənim pulum səninkindən 6 manat çox olmuş olur. Əks kimi düşün. P bərabərdir 2 vurulsun. A üstə gəl B ilə getsəm. A üstə gəl 6 ilə A üstə A-nı toplasam. Eləyir 2A. Üstə gəlinsin Üstə 6. gəlsin. Qarşıdakı 2-ni 42-yə böləndə neçə düşür? 20. 20. 2A bərabərdir 6 digər tərəfə çıxma ilə gedir. 14-ə. A da bərabərdir. 14-ü 2-yə böləndə neçə düşür? 7. 7. Sekiz. A-nı 7 tapdıq. 14-ü 2-yə bölürük 7. A-nı 7 tapdım. Elim A 7 imiş. Uzunluğum yeddi neymiş? 7 üstə gəl 6. 13. 13. Düzbucaqlıq sahəsini istəyir. S bərabərdir A vurulsun B-yə. 13 vurulsun 7 nəyə bərabərdir? 91-ə. 91. 11. 39-cu sual eyni bu qaydadadır. 39-u yazmayaq məncə saxlayaq. Bunlar eyni tip suallardır. Fərqlilərdən məsələn baxaq 41-ə. 41 necə yazarıq? 41-də neyini yəni? Hər dəfə A verərik. Sənə deyir ki, şişrixlənmiş, yəni o rəngli hissəni 50 verib sənə. Böyük n o kvadratın perimetrini hesabla. Bütün kvadratın perimetrini istəyir səndən. Ben kvadratın Neçədə nə var o dilimdə? Bu 4. dilimdə neçədə nə var? kvadratın perimetri Bax, 4 1, artı. 2, 3, bu üçbucaqlardan neçədən var? 4, 5, 6, 7, 8 dənə. Yanlarda da ayrılıb baxı, onu da nəzərə almalıyıq. 50-ni vururam ki, 50-ni vururam ki, 8'e. 8 dənədir. 50-ni vururam 8-ə eləyir 400. Bax, bu ümumi sahədə A-nı tapmaq üçün deyərəm ki, kvadratdır da. Nəyin kvadratı 400 eləyir? 20-nin. 20-ni 20-yə vursam 400 eləyir. Deməli, tərəfimin biri nəyə bərabər imiş? 20-yə. Perimetri tapmaq üçün deyirəm, ümumi kvadratın neçə tərəfi var? 4 tərəfi. 4. 20 bölənə vuraq 4. 80. 80. İştiraklanmış hissə deyirsə, oradakı üçbucaqların hamısını sayırsınız 8 dənə. Gəlin uşaqlar, deyim ki, təzəlik bu dəfə sönəcək. Sonra davam edək, yaxşımı? Bəli.